İsrailin baş naziri Benjamin Netanyahu ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump arasında həlledici, yəni yaxın şərq, region üçün, yəni əsası İran üçün həyat əhəmiyyətli danışıqların aparılması gözlənilir və İrana yeni hücumlar barədə də anlaşma və yaxud da eyham hansısa atıla bilər, fikir mübadiləsi aparıla bilər. İran, baxmayaraq ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani Omanda bu nüvə proqramı ilə bağlı Oman tərəfi ilə, vasitəçi tərəfindən danışıqlar aparır. Bu, keçən dəfə yeri gəlmişkən Abbas Əraqçı da danışıqlar prosesində iştirak edib, Amerika tərəfi ilə Steve Witkoff və Jared Kushner ilə danışıqlar aparıb. Amma İran bu danışıqları Amerika Birləşmiş Ştatlarının indi bu dəqiqə ən hegemon ölkə olan Trump Amerikasının görüşünə şərtlərlə gedir. Dünən Hakan Fidan, Türkiyənin Xarici İşlər Naziri CNN Türkün canlı yayımında da Ahmet Hakan adlı jurnalistdən müzakirələr aparırdılar. Yəni İran orada qeyd olundu ki, İranın Ruhullah Xomeyni və indiki ali rəhbəri Əli Xameneyi fətva verib ki, atom bombası hazırlamaq haramdır. Halbuki siz atom bombası hazırlamayasınız, niyə uranı zənginləşdirirsiniz axı? Bu qədər zənginləşdirmək nəyə lazımdır? Söhbət budur. Və əgər belə bir marağınız yoxdursa, niyə Amerika Birləşmiş Ştatlarının sıfır zənginləşdirmə şərtini qəbul etmirsiniz? Deyirsiniz ki, maksimum 60%-ə qədər azalda bilərik uranın zənginləşdirilməsini. Bütün bunlar Amerika tərəfinin səbr kasasını daşdıra bilər. Mən barışıq istəyirəm, deyir Trump, sülh məramlı prezidentəm, dünyada firavanlıq sülh olsun. Sülh olmaq deyən, indi bəziləri deyə bilər ki, sülh olsun deyirsə, niyə Maduro'nun ölkəsinə Venezuela hücum edib, Maduro'nu götürüb aparır ora və yaxud da İranı niyə təhdid edir? Sülh istəmək, sülhə təhdid yaradan problemləri aradan qaldırmaqdır həm də. Elə belə indi söz gəlişi dedim, görək bu hadisələrin gedişatı necə olur.